Bismillahirrahmanirrahim. Allahın salamı olsun əziz İslam Peyğəmbərinə və onun pak əhli beytinə və onların təqvalı mömin sahabələrinə. Sübhün hədisi silsiləsindən 27-ci hədis. Xanım Fatimə Zəhra səlamullahi aleyha buyurur ki, Mə yasna'u saimu bi siyamihi izə ləm yasun lisanəhu və səm'ahu və basarahu və cəvarihahu. Bu rivayət, bu hədis Biharul Anvar kitabında gəlib, Müəssisətül Vəfa tərəfindən çap olunan nüsxə, səhifə, cild 96, səhifə 295. Mübarək hədisin mənası budur ki, oruc tutan şəxs öz orucu ilə nə eləyəcək ki, bu oruc ona nə fayda verəcək ki, əgər öz dilini, qulağını, gözünü və bədən üzvlərini günahdan qorumursa. Yəni, bu bədən üzvlərini qorumursa, günahdan hifz eləmirsə, onun orucunun nə faydası var? Burada görürük ki, oruc tutmaq heç də ac qalmaqdan ibarət deyil. Bəzən görürsünüz, deyirlər filan kəs elə ancaq ac qalır. Onun tutduğu oruc deyil. Ancaq mədəsi sübh azanından məğrib azanına qədər boş qalır. Niyə? Çünki gedir başqa tərəfdə günahlar eləyir. Düzdür, yemək yemir. Amma orucu mənəvi cəhətdən batil edən işlər görür. Hətta zahiri fikri cəhətdən o mübtilat ki var, orucu batil edən əməllər, onları görməsə də, mənəvi cəhətdən öz orucunu zay edir. Məsələn, dilini qorumur günahdan, gedir qeybət edir, qulağını qorumur, qeybətə qulaq asır, gözünü qorumur, göz zinası edir, başqalarına baxır, bədən üzvlərini qorumur, əli qumara uzanır və yaxud ayağı ilə əxlaqsız bir yerə gedir. Belə olan halda onun orucunun heç bir faydası olmur. Deməli, ibadətin mənəvi tərəfinə də, batin tərəfinə də baxmaq lazımdır. Bu, oruc haqqındadır, amma bunu biz digər ibadətlərə də tətbiq edə bilərik. Məsələn, adamlar var ancaq əyilib qalxmaqdan başqa bir şey yaramır. Onun qıldığı namaz deyil. Niyə? Çünki buradan namaz qılır, gedir digər tərəfdən də günahlar edir. Burada xanım Fatimə Zəhra səlamullahi aleyha o nöqtəyə işarə edir ki, sən ki oruc tutursan və yaxud namaz qılırsan, Allahın bu əmrini yerinə yetirmək istəyirsən, amma digər tərəfdən digər əmrlərini ayaqlar altına atırsan. Sən dilini qorumursan, yəni nə? Yəni qeybət edirsən. İndi Allah sənə orucu vacib edib, qeybəti də haram edib. Həmin Allah ki, orucu vacib edib, qeybəti də haram edib. Niyə bir əmrinə qulaq asırsan, amma digər əmrinə, qadağasına qulaq asmırsan? Ona görə də bu cür orucun heç bir faydası yoxdur. Niyə? Çünki sən oruc tutursan ki, Allah rızası üçün oruç tuturam, amma digər tərəfdən Allah rızası üçün o biri günahlardan çəkinmirsən. Ona görə də insan gərək Allahın buyurduqlarına kamil şəkildə əməl etsin. Hər hansı əmrlər və nəhiylər, yəni əmrlər və qadağalar ki, şəriətdə sabitdir, Quran və hədis əsasında, onların hamısına mümkün qədər riayət eləsin. Haramlardan çəkinsin və vacibləri yerinə yetirsin. Çünki o haramlar da Allahın buyurduğu haramlardır, bu vaciblər də Allahın vacib etdikləridir. Velhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.